Bəli, biz artıq bəzi məsələlərdən sizi agah elədik. Xəbərlər an-ba-an yenilənir. Bu informasiyaları da təqdim edirik. İsrail İranın boğazları dərhal açması, Amerika Birləşmiş Ştatları, İsrail eləcə də region ölkələrinə qarşı bütün hücumları dayandırması şərti ilə Prezident Trumpın İrana qarşı hücumları 2 həftəlik dayandırmaq qərarını dəstəkləyir deyə İsrailin baş nazirinin ofisindən də belə bir yanaşma sərgilənib. Biz elə bu və digər istiqamətlər üzrə danışacağıq. Müzakirəmizə başlamışıq, indi davam etdirəcəyik. Milli Məclisin üzvü Sevil Mikailova hazırda bizimlə canlı bağlantıdadır. Sevil xanım, hər vaxtınız xeyir olsun. Vaxtınız xeyir olsun. Sevil xanım, bəşəriyyət üçün ciddi bir fəlakət yaşanacağı gözlənilirdi. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump'ın sonuncu kimi səslənən bu ultimatumuna İrandan belə görünür ki, reaksiya gəldi və atəşkəs danışıqlarına gedir indi tərəflər. Düzdür, danışıqlar masası hələ ki tam qurulmayıb, amma ilkin razılaşma əldə olunduğu deyilir. Donald Trump da hazırki dönəmdə ümidli görünür. Bu atəşkəsin icra olunması və yaxud da deyək ki, real müstəvidə hər hansı bir sənəd üzərinə köçürülməsi bəs sizin tərəfinizdən baxanda necə, real görünürmü? Əslində mən söyləməzdim ki, danışıqlar prosesinə dünəndən başladılar. Əgər biz münaqişənin, qanlı toqquşmaların baş verdiyi ilk gündən cərəyan edən hadisələrə baxsaq, yəni artıq demək olar ki, 2 həftədir tərəflər arasında belə bir diplomatik bağların olması, düzdür, birbaşa kontaktların olduğunu söyləyə bilmərik. Çünki tərəflər biri-birlə kifayət qədər qanlı, belə deyək ki, toqquşmaya daxil olmuşlar. Amma Pakistan vasitəsilə belə bir kontaktların olması ilə bağlı, yəni hər iki tərəfdən məlumatlar gəlirdi. Ona görə də biz düşünürük ki, bəli, əməliyyatlar davam edirdi, amma danışıqlar prosesinə son verilməmişdi. Ultimatum, bəli, Trump tərəfindən bir neçə dəfə səsləndirilmişdi, amma son tarix kimi onlar hətta geriyə də çəkdilər, 6 apreli göstərmişdi. Təbii ki, hansısa bir müharibənin sonuclanması üçün irəliyə atılmış addımı dünya birliyi də təqdir etdi və düşünürük ki, artıq münaqişə səhifəsinin bitdiyini söyləmək olar bu müddət üçün. Çünki ən azı tərəflərdən gələn bəyanatlar bunu deməyə əsas verir və atəşkəs dönəmində həm İran tərəfi, həm Birləşmiş Ştatlar qarşıya qoyduqları o prinsiplər ətrafında danışıqlar prosesini irəliyə aparmaq və artıq yazılı şəkildə hansısa bir sənədin əldə olunması ilə bağlı deməli razılaşmanın olmasını gözləyirlər. Və biz əgər Trump'ın son bəyanatına da baxsaq, burada da müsbət işartılar var. Bəli, indi diqqətli belə deyək, dinləyicilər, tamaşaçılar söyləyə bilərlər ki, bundan əvvəl təzadlı kifayət qədər baxışlar var idi və bəyanatlar səsləndirilirdi. Amma düşünürük ki, əgər İran tərəfi atəşkəsə razılaşdısa, yəni bundan əvvəl də əslində bu cür təkliflər var idi, amma təpki göstərən və daha çox tələblərlə çıxış edən İran tərəfi idi və İran artıq öz irəliyə sürdüyü bəndlər üzrə 2 həftə müddətində danışıqları irəliyə aparmaq iradəsində olduğunu nümayiş etdiribdir və bu bizdə belə bir proqnoz formalaşdırır ki, ümumilikdə biz bəli, yaxın gələcəkdə artıq tərəflər arasında müəyyən bir yəni konsensusa əsaslanan, biz düşünmürük ki, bütün bu tələblər və yaxud da ki, irəliyə sürülmüş prinsiplərin hamısı qəbul olunacaq da tərəflər yəni bunun üzərində heç bir fikir ayrılığı olmayacaqdır. Amma düşünürük ki, bir sıra məsələlər üzrə ən azı ortaq mövqeləri birləşdirib daha irəliyə baxmaq mümkündür. Bir açıqlama da var. Ağ Evin mətbuat katibi Livit X sosial şəbəkə hesabında yazıb ki, bu Prezident Donald Trump və möhtəşəm ordumuzun Amerika Birləşmiş Ştatları üçün əldə etdiyi bir qələbədir. Epik qəzəb əməliyyatının əvvəlindən Prezident Donald Trump bunun 4-6 həftə davam edəcək bir əməliyyat olacağını proqnozlaşdırmışdı. Döyüşçülərimizin inanılmaz imkanları sayəsində biz 38 gün ərzində əsas hərbi məqsədlərimizə nail olduq, hətta onları aşdıq. Ağ Evin sözçüsü Prezident Trump'ın Hörmüz boğazının yenidən açılmasına nail olduğunu da qeyd edib. Livit Müharibə Naziri və Baş Qərargah rəisinin brifinqdə daha ətraflı məlumat verəcəyini də diqqətə çatdırıb. Bəli, bugün brifinqdə olacaq. Bu brifinq ərzində yəqin ki, bu müharibə ilə bağlı biz detalları eşidəcəyik. Ancaq verilən istiqamətlərdən, yəni açıqlanan istiqamətlərdən biri ondan ibarətdir ki, Hörmüz boğazının yenidən açılmasına
tam nail olub Donald Trump. 15 gün ərzində sizcə Hörmüz boğazının açılmasına nail olunacaq, yoxsa sonraki mərhələdə artıq danışıqlar təqribən bu yöndə davam edəcək ki, bu müharibə yekunlaşsın? Yəni, ümid işığı hardan görünür? İlk növbədə Çınarə xanım, onu bildirmək istəyirəm ki, müharibə başlananda əvvəlcə tərəflər yəni hücum edən tərəfin aydın hədəfləri yox idi və Hörmüz körfəzinin bağlanması, Hörmüz boğazının bağlı yaşanan bu böhran isə ümumilikdə prosesdə yaranmış çətinlik və problem kimi ortaya çıxdı. Yəni ilk əvvəldən Hörmüz boğazı açıq idi və gəmilər orada kifayət qədər belə deyək ki, maneəsiz hərəkət edirdilər. Sadəcə olaraq İran hücumlara cavab olaraq və onları səngitmək üçün bir belə deyək rıçaq kimi istifadə etdi Hörmüz boğazından və 79-cu ildən İran İslam inqilabının baş verməsindən sonra əslində biz əgər baxsaq, elə bundan əvvəl də yəni Hörmüz hər zaman çox vacib strateji su mənbəyi kimi çıxış eləyibdi. Amma İran tərəfi yəni yaşadığı bu sanksiyalar dönəmində Hörmüzdən bir təzyiq elementi kimi istifadə etməyibdi reallıqda, praktikada. Onlar yalnız bunu danışıqlar prosesində eşitdiriblər ki, yəni əgər belə bir yəni krizis baş verərsə, bu boğazın bağlanmasını yəni mümkünlüyünü ortaya qoymuşlar. Amma ilk dəfə idi ki, bunu real praktikada qarşı tərəfə göstərmiş oldular. Ona görə də Hörmüz boğazının açılmasını biz müharibəyə möhür qoyan element kimi qəbul edə bilmərik. Sadəcə olaraq bundan əvvəlki bizə anlaşdırılmayan və ümumilikdə hələ də belə də biz bunu yalnız proqnozlaşdırır və yaxud da ki, ehtimallar üzərində fərz edirik ki, hədəflər bunlardan ibarət olubdur. Amma o hədəflər açıqlanmadığı üçün, yəni biz danışıqlar prosesi də konfidensial keçir. Orada da masa üzərində nə var və yaxud da ki, nəyin belə deyək ki, müharibəsi gedir. Yəni buna bağlı da biz açıq bir fikir söyləyə bilmərik. Təbii ki, əgər hərbi əməliyyatlar dayansaydı, Hörmüz boğazının açılmasını bir şərt kimi ortaya çıxan məqamlardan biri idi. Amma düşünürəm ki, burada daha böyük, yəni əslində hərbi əməliyyatlar başlayanda Birləşmiş Ştatlar ilk olaraq İranı aqressiv ritorikadan çəkindirməyə, onun hərbi arsenalını azaltmağa və nüvə silahlarını əldə etmək imkanlarını məhdudlaşdırmaq və heçə endirmək. Yəni bu kimi əslində tələblər ortaya qoymuşdu. Və düşünürəm ki, ümumilikdə danışıqlar prosesi də məhz bu məsələlər ətrafında getməli ki, tərəflər bununla bağlı bir yəqinlik və razılaşma əldə etsinlər. Hörmüz boğazı ilə bağlı sonra yaranmış o tariflərin İran tərəfindən ora tətbiq edilməsi ilə bağlı fikirlərə qaldıqda isə ümumilikdə bilirsinizmi, Hörmüz özlüyündə beynəlxalq sülh hövzəsidir və beynəlxalq konvensiyalara uyğun olaraq da bu hövzə idarə olunur və ona görə də əgər bu məsələlər ətrafında razılaşma olacaqsa, mən düşünürəm ki, İran da konsensusa getmək, kompromis addım kimi Hörmüzlə bağlı indi irəliyə atdığı həmin o tələbdən çəkinə bilər. Təşəkkürümüzü bildiririk. Sevil xanım, minnətdarıq sizə bizimlə bağlantıya qoşulduğunuz üçün. Bu hadisələr fonunda, yəni 2 həftəlik atəşkəs razılaşması xəbərlərindən sonra dollarda əsas dünya valyutalarına nisbətdə ucuzlaşıb. Yəni dollarda müəyyən ucuzlaşma müşahidə olunur. Avronun dollara nisbətdə məzənnəsi də 1,16-ya yüksəlib. Yəni deyək ki, əvvəl 1,15 idisə, indi 1,16-dır. Eyni zamanda dolların Yapon yeni qarşısında da dəyəri azalıb. Məlumata görə dollar indeksi də 0,67% geriliyib və 99 bənd təşkil edib. Qeyd olunur ki, atəşkəs xəbərləri fonunda neft qiymətlərində də kəskin enmə müşahidə olunur. Təqribən 13% civarında da neftin qiymətində hazırda azalma müşahidə olunur, amma hələ də çoxdur. Yəni əvvəlki dönəmlə müqayisədə hələ də çoxdur, amma qızıl bahalaşır, gümüş bahalaşır, digər tərəfdən dollar, digər valyutalar qarşısında dəyər itirir və hazırda əmtəə bazarlarında da gördüyünüz kimi əməlli başlı volatillik, qeyri-müəyyənliyi müşahidə olunur. Bu xəbərlə də efirimizin bu hissəsini yekunlaşdırıram, ancaq xəbərləri baxacaqsınız. Xəbərlərdən sonra İşgüzar Səhər yenidən qarşınızda olacaq.